Ermənistanda parlament seçkiləri öncəsi İrəvan-Moskva münasibətlərində gərginlik artır. İrəvanda Avropa İttifaqının samitinin keçirilməsi, samitdə Rusiya əleyhinə bəyanatların səsləndirilməsi rəsmi Moskvanın sərt etirazına səbəb olub. Ermənistan səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və Ukrayna prezidenti Volodimir Zelenskiyə Rusiya əleyhinə çıxış üçün tribuna verdiklərinə görə qəti etiraz bildirilib. Kreml İrəvanı iki stulda oturmaqda və Rusiyaya qarşı addım atmamaq vədini pozmaqda ittiham edib. Mövzunu Rusiyadakı xüsusi müxbirimiz Fərid Əkbərov davam etdirir. Ermənistan Rusiya ilə Avropa İttifaqı arasında geosiyasi qarşıdurma meydanına çevrilir. Ötən ay Kremldə Putinin Paşinyanla görüşdə Ermənistandakı Rusiyapərəst qüvvələrin seçkilərdəki iştirakına şərait yaradılmasını tələb etməsi, buna cavab olaraq Avropa İttifaqının Ermənistana Moskvanın hibrid hücumlarına qarşı missiya göndərməsi, mayın 5-də İrəvanda Avropa liderlərinin samitində Rusiya əleyhinə bəyanatların səsləndirilməsi, Moskva-İrəvan münasibətlərindəki gərginliyi pik həddə qaldırıb. Ukrayna prezidenti Zelenskinin İrəvan samitində Kremlin 9 may paradı hazırlıqları ilə bağlı fikirləri isə diplomatik qalmaqal yaradıb. Ermənistan səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Ermənistanın Ukrayna prezidentinə Rusiya əleyhinə bəyanatlar səsləndirmək üçün tribuna verdiyinə görə qəti etiraz bildirilib. İrəvan Rusiyaya qarşı addım atmamaq vədini pozub. Ermənistan hakimiyyətinin hazırki xarici siyasət kursu gec-tez Ermənistanın Brüsselin Rusiya əleyhinə mövqeyində dönməsi iştirakına gətirib çıxaracaq. Ermənistan-Avropa İttifaqı samitinin bəyannaməsi göstərir ki, Ermənistan hakimiyyətinin razılığı ilə Respublika aqressiv Avro-Atlantik mexanizmlərinə cəlb olunur. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə İrəvanı iki stulda oturmaq siyasəti aparmaqda ittiham edib. Bununla belə Rusiyalı ekspertlərin fikrincə Moskva özünü son dərəcə praqmatik aparmalıdır. Rusiya xarici siyasət və hərbi planlaşdırılma baxımından dəqiq şəkildə dərk etməlidir ki, Ermənistan Rusiyaya daha dost və müttəfiq ölkə deyil. Paşinyanla bağlı heç kəsdə illüziya yoxdur. O Rusiyanın dostu deyil, o fürsətçildir. Onun əsas vəzifəsi Rusiya və Avropadan eyni zamanda bonuslar almaqdır. Lakin aydındır ki, bu müəyyən bir həddə qədər mümkündür. Əgər Paşinyan Avropa İttifaqı ilə sıx təmaslara gedirsə, Ermənistan Avrasiya İttifaqına üzvlükdən əldə etdiyi üstünlüklərdən və bonuslardan məhrum olacaq. Korotchenko hesab edir ki, Rusiyada Paşinyanın seçkilərdə qələbə qazanacağına şübhə etmirlər. Moskva anlayır ki, bu qalibiyyət Ermənistanı Rusiyadan daha da uzaqlaşdıracaq. Fikrimcə Vətəndaş Müqaviləti Partiyası parlamentdə çoxluğu əldə edəcək və Paşinyan yenə baş nazir olacaq. Çünki Ermənistan müxalifəti Paşinyana qarşı vahid siyasi blok yaradacağına çətin ki nail olsun. Paşinyanın qalibiyyəti Ermənistanı Rusiyadan və kollektiv təhlükəsizlik müqaviləsi təşkilatından daha da uzaqlaşdıracaq. Əgər Paşinyan ağıllı adamdırsa, o Ermənistanın Ukraynanın vəziyyətinə düşməməsi üçün qaçmağa çalışacaq. Anladığım qədər o hazırda var-gəl edir. Rusiya ilə bağları tez qoparmaq istəmir. Çünki bunun iqtisadi dəyərini anlayır. Paşinyanın vəzifəsi Rusiya ilə iqtisadi əlaqələrdən bonus qazanmağa davam etməkdir. Qərbdə isə hesab edirlər ki, Rusiya Paşinyanın yenə hakimiyyətdə qalmasını özü üçün strateji məğlubiyyət hesab edir. Rusiya Paşinyanın mühüm seçkilərdə qalib gəlməsini istəmir. Bəncə Putin Ermənistanın Paşinyanın rəhbərliyi altında Rusiyanın təsir dairəsindən uzaqlaşıb, Avropa və Amerika Birləşmiş Ştatlarına yaxınlaşmasını strateji itki kimi qiymətləndirir. Moskvanın bu seçkilər zamanı Paşinyanın mövqeyini zəiflətmək üçün hansı üsullardan istifadə etdiyi məlum deyil. Rusiyanın Amerika Birləşmiş Ştatları, Fransa və digər ölkələrdə seçkilərin maraqlarına uyğun nəticələnməsi üçün hansı addımlar atdığını görmüşük. Bu zaman əsasən sosial media və müxtəlif digər metodlardan istifadə olunur. Hətta onların bir çoxundan xəbərimiz belə olmur. Bildiyimiz odur ki, Rusiya Paşinyanın qarşıdakı seçkilərdə qalib gəlməsini istəmir və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarı deyil. Baş verən proseslər göstərir ki, Rusiya və Qərb, xüsusilə də Avropa Ermənistanı regionda öz maraqları üçün istifadə edir. Bu ölkədə institusional səviyyədə təmsil olunan Rusiyanın hazırda qarşıdakı seçkilərdə minimal gözləntisi, parlamentdə müxalifəti dəyişib tam Rusiyapərəst etmək, maksimal gözləntisi isə həmin qüvvələri hakimiyyətə gətirməkdir. Ermənistandakı sorğuların nəticələrinin parlament seçkilərində ikinci, üçüncü və dördüncü yeri tutan qüvvələrin hamısının Rusiyapərəst olduğunu göstərdiyini nəzərə alsaq, Moskvanın minimal gözləntisinə artıq nail olduğunu proqnozlaşdırmaq olar. Ona görə də Rusiyanın maksimal gözləntisinə nail olmaq üçün seçki qabağı dövrdə Ermənistana siyasi və iqtisadi təzyiqi artırmağa davam edəcəyi şübhəsizdir. Fərid Əkbərov, İTV Xəbər, Moskva.